xəyanəti aradan qaldırmaq istəyirsən. Amma bu cərimələrlə iş düzəlmir də. Əsas xəyanətə səbəb olan şeyləri aradan qaldırmaq lazımdır. Serialdakı eşq, məhəbbət romansı. Qadın, misal olaraq şeyx, qadın niyə ərindən xəyanət eləsin? Səbəblər araşdırılmalıdır, düzdür? Allahdan qorxan, axirət günü, mən Allah qarşına çıxacam, o günün vəhşətindən, dəhşətindən qorxan, ümumiyyətlə, nə ki xəyanət, başqa günahlara da meyl eləməz. Götürdə Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını tədris eləmək təbilər. Qoy, baxsan, nə gözəl Peyğəmbərimiz olub. Həftədə bir dəfə bu fənni salmaq nə böyük şeydir ki, qadına dəyər ver, nə ola bir dəfə həyatım denən, ömrüm denən, canım denən, ürəyim denən, sözlər ona buna ürək deyir, canciyər deyir, evə gələndə arvada zəhər tökür. İndi kişidir, qeyrət namusu var, qisas alır, qadını öldürür, nə oldu? Biri qəbirə, o birisi zindana, uşaqlar da qaldı başsız. Məndə xəbər işləmişik, deməli Azərbaycanda kim ki xəyanət edəcəksə 20.000 cərimə olacaq. Kişi qadınsa qadın ərin. Fərq etməz. Yəni, yerlərə. Xəyanət olarsa 20.000 cərimə olacaq. Ha, şeyx. O cərimələr nə vaxta qədər cərimə olacaq? Məsələn, 20.000 falan şey oldu belə. Ümumiyyətlə, o cərimələrə səbəb olan şeyləri aradan qaldırmaq lazım. Məsələn, xəyanət, düzdür? Kişi qadına xəyanət edərsə və ya qadın öz ərindən xəyanət edərsə, bu qədər cərimə. Yaxşı başa düşdük. Yəni, əsas məqsəd bu deyil də. İndi bilirik, sən xəyanəti aradan qaldırmaq istəyirsən. Amma bu cərimələrlə iş düzəlmir də. Əsas xəyanətə səbəb olan şeyləri aradan qaldırmaq lazımdır. Serialdakı eşq, məhəbbət romansı. Qadın, misal olaraq şeyx, qadın niyə ərindən xəyanət eləsin? Səbəblər araşdırılmalıdır, düzdür? Ən başlıca səbəb din faktoru, insanın dininin zəif olmasıdır. Vallahi, harasa araşdır, Allahdan qorxan, axirət günü, mən Allah qarşına çıxacam, o günün vəhşətindən, dəhşətindən qorxan, ümumiyyətlə, nə ki xəyanət, başqa günahlara da meyl eləməz. Çünki bilir ki, mən qiyamət üçün Allahın huzurunda etdiyim əməllərə görə cavab verəcəm. Bunun məsuliyyətini daşıyan insan, səncə, bax, xəyanət eləyərmi? Səbəb odur da, iman zəifliyi, Allahdan qorxmamaq, Allahdan həya etməmək səbəbdir ki, kişi və ya qadın xəyanət edir. Ona görə insanların dinini artırmaq lazımdır. İnsanların dini maariflənməsinə şərait yaratmaq lazım. Bu da hamısı hardan başlayır? Təbii birinci uşaqların evdə tərbiyəsi, valideyn özünü maariflənib öz övladlarını tərbiyələndirilməlidir. Daha sonra həmçinin məktəblərdə də bunun tədrisi keçirilməlidir. Mütləq. Biz demirik, məktəblərdə hər gün dini dərs olsun. Heç olmaz həftədə bir dəfə dini bir dərs almaq lazımdır. Misal üçün, Peyğəmbər sallallahu aleyhi və səlləm həyatı nə gözəl örnəkdir bizə. Bunu keçdi. Həm tarix fənni kimi bax gələn buna. Tarixdir də. Düzdürmü? İslam tarixi, ayısı var. Azərbaycan tarixi, məktəblərdə var da, nə orta əsrlər tarixi, nə tarixi. Qardaş, qoy olsun bir dənə də İslam tarixi. İslam tarixindən nə keçək? Məhəmməd Peyğəmbərin həyatı. Bundan gözəl tarix var, qardaşım. Ondan gözəl örnək varmı bizə? Vallahi yox. Allah'ın olsun. Ailəsində nə gözəl kişi, nə gözəl himayəti, nə gözəl tərbiyəsi. Ümməti üçün nə gözəl tərbiyəsi. Hər şey örgədir, hər şey. Allahdan haqqı ilə təbliğat aparıb, Allahdan haqqı ilə qorxub, sevib Allah haqqı ilə tanıyıb. Nə gözəl örnək, ondan gözəl örnək ola bilər bizə, heç kəs. Bütün dünya ittifaq edib ki, Məhəmməd Peyğəmbər bu bəşəriyyət ən xeyirlisidir. Qardaşlar, bunu xristianlar da etiraf edirlər. Onun həyat tərzinə baxanda görürlər ki, hər şeydə örnək olur. Götürdə Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını tədris eləmək təbilər. Qoy, baxsan, nə gözəl Peyğəmbərimiz olub. Həftədə bir dəfə bu fənni salmaq nə böyük şeydir ki, Yahudi məktəblərin özlərində belə, hətta Azərbaycandakı Yahudi məktəblərində belə, qardaşım, Yahudi dini ilə bağlı fən var. O keçir, o dinini qorur, sən niyə qorumursan öz dinini, sən də keç də. Çünki sən müsəlman ölkəsindəsən, sən daha çox bunu qorumalısan. Və bu gün də Azərbaycanda və digər ölkələr olsun, fərqi yox, Azərbaycan və başqa ölkə olsun, ölkələrdə baş verən fitnə fəsadın, pozğunluğun, əxlaqsızlığın, cinayətlərin baş verilmə səbəbi Allahın olsun o ölkələrdə dinin zəif olmasıdır. O insanlarda dinin zəif olmasıdır. Allahdan qorxan qardaş kiminsə haqqına girərmi? Kiməsə təcavüz edərmi? Kiminsə malını qəsb edərmi? Allahdan qorxan evdə ailəsinin haqqına girərmi qardaşım? Qadın Allahdan qorxarsa kişinin haqqına girərmi? Girməz də qardaş. Deməli Allah qorxusu yoxdur. Axirət günə iman zəifdir. Bunu danışanda deyirlər, bura məktəbdir, bura mədrəsə deyil ki, mən də bilirəm məktəbdir.
Bizdə indi əksinə baş verir. Bəzi məktəb direktorları özbaşınalıq edib uşaqları, qız uşaqlarını hicabla məktəbə buraxmır. Niyə? Demirsən demokratiya. Sən onun demokratik hüquqlarını əlindən alırsan. Onun haqqıdır da necə istəyir məktəbə gəlir də. Yəni nətər olur? Qısa ətəkdə məktəbə gəlmək olur. Amma hicabda gəlmək olur. Yəni bu absurd bir fikirdir, başa düşürsünüz. Yəni insanlıqda həm də belə qıcıq da yaradırlar. Əksinə bu ölkədə yəni problem yaradan şeylərdən biridir. Yəni insanları niyə qıcıqlandırırsan ki? Olmaz qıcıqlandırır. Yəni bir sözdə bax səbəb axtar. Niyə qadın xəyanət edir? Çünki din iman zəif. Ya kişi niyə xəyanət edir? Din iman zəif. Həmçinin qayğı görmədi. İkinci səbəb şeyx. Necə ki bir nəfərlə danışırıq, bir xəyanət baş verib, deyir ki, xəyanət niyə baş verib? Araşdırıb görürlər ki, kişi qadına diqqət ayırmır. Qadın artıq məcbur olub diqqəti kənarda görür. Kişi qayğı göstərmir, diqqət ayırmır. Bir dəfə güllə gəl evə, bir dəfə bir hədiyyə ilə gəl, bir xoş söz de, qadına dəyər ver. Nə ola bir dəfə həyatım denən, ömrüm denən, canım denən, ürəyim denən. Sözdə ona buna ürək deyir, canciyər deyir. Evə gələndə arvada zəhər tökür. Qadın da qayğı görmür, elə deyilmi qardaş? Qadın da evdə qayğı diqqət görmür kişidən. Çölə dükana gələndə, dükan satıcı bir dənə bundan xoş söz deyən kimi əriyir. Kişi də görürsən, qadın nəsə bundan meyl elədi. Yenə sabah dükana gələndə, yenə kişi həmən satıcı buna bir dənə gözəl söz deyəndə qadın biraz meyl edir. Bax, beləcə görürsən, şeytan da işləyir axı. Bir-birinə meyl edir, axırda ayrılırsan ki, qadın uşağı ərini qoyub gedib, qoşulub filan taksi şoförünə, nə bilim, filan satıcıya ailə dağıldı. Deməli, diqqətsizlik. Həmçinin kişidə də eyni şeydir. Qadın diqqət göstərməyəndə ərinə, qayğı göstərməyəndə, onun üçün bəzənib düzənməyəndə, evdə gözəl görsənməyəndə, ətirlənməyəndə, özünə baxmayanda, çölə çıxanda ətirlənir, üzünə hər şey çəkir, bəzənir başqaları üçün. Evə gələndə qadın mətbəxdə olur, təbii ki, normal halda, amma baxmır da, özünə fikir vermir. Yemək iyi gəlir, qoxu gəlir və s. yaxşı özünə baxmır və ya bunların gecə həyatı var da, burada indi ayıb bir şey yoxdur. İnnallah lə yəstəhi minnəl haqq. Allah Teala haqqı bəyan etməni həya etməz. Gecə həyatı görsən zəifdir. Yəni, kişi də artıq nə edir? Zəif olanda, Allah qorxusu olmayanda bunu gedib harda axtarır? Qıraqda. Qıraqdakı qadın da şirinlik eləyir axı. Artıq kişi meyl edir ora, qardaş, xəyanət baş verdi yoxsa yox? Qadın deşiləndə ailə dağıldı. O da bir səbəb diqqətsizlik. Bəli, bəli. Hələ onun dalında fəsad, qisas da gəlir, bəli. Ola bilər qadın qisas alar, ərini öldürər və ya kişi eşidir xəyanəti. İndi kişidir, qeyrətli namusu var, qisas alır, qadını öldürür. Nə oldu? Biri qəbirə, o birisi zindana, uşaqlar da qaldı başsız. Yəni, qisas alıb xəyanətə düşən qadınlar var, yəni çoxdur. Yəni hamısı, bəli, də hamısı səbəb nədir, qardaş? Nə qəsd edir? Yəni əgər bunu eləyirsə, onda mən də eləyəcəm. Bəli, də Allah qorusun. Bir-birinə zinə var, elə şeylər də var. Deyirsən mənə xəyanət etdin, mən də sənə göstərəcəm. Bəli, eləyici o da gedir, xəyanət edir, Allah qorusun, ailə dağılır. Bu cəmiyyətdə nə xeyr olar, qardaş? Bu cəmiyyətlər hamısı bu xırda ailələrdən ibarət deyilmi? Bu ailə özü bir cəmiyyətdir də, xırda bir cəmiyyət. O yerdə ki, oranın əhli Allahdan qorxmazsa, Allah iman gətirməzsə, Allah səmanın da yerin də bərəkət qapılarını bunların üzrə bağlayır, necə ki, ayədə keçdiyi kimi. Nə vaxt xeyir, bərəkət qalxır, o yerdə, o diyarda Allahdan qorxanlar olmayanda, iman gətirənlər olmayanda, vallahi xeyir, bərəkət qalxacaq. Qalxacaq, sonra da Allah qorusun, bir də gördün, Allah Teala elə bir bəla müsibət göndərdi ki, elə bu yağışların yağması bir tərəfdən bəla müsibət idi, bəzi hələ də ayılmadı. Dalbada yağışlar yağdı, nə günə qaldı Bakı və s. bəzi kəndlər, bölgələr, qardaş. Buna belə baxır, təbii fəlakət, təbiət hadisəsi. Elə baxmaq lazım deyil. Bəli, təbiətdə bir hadisə baş verib, lakin təbiətdə hadisə baş verib fəsad səbəbi nədir, qardaşım? Yer əhlinin fəsada uğraması deyilmi şey? Bəli. Məncə ayədə keçirir, deyil. Quruda da, dənizdə də fəsad baş götürdü. Əllərinizlə törətdiyinizi qarşılığında. Bəli. Günahlar səbəbi ilə fəsad baş verir. Qardaş, Allah Teala durduğu yerdə heç kəsə bəla müsibət göndərmir. Deməli, insanlar ayılın, problem içindəsiniz. Allahdan üz çevirmişsiniz, uzaqlaşmışsınız. Hələ Allah bizi, belə deyək, günlərlə, həftə yağan yağışla imtihan eləməli. Gör, bir həftə dağlar yağsaydı, nə olardı Bakının halı? Vallahi batar. Ramanın genə kimi özdən gələ bilmir, dizə kimi yağışın altındadır, suyun altındadır, qardaş. Hələ bəzi bölgələr var ki, yağışın suyu çəkilmir, qardaş. Bir həftə yağsa nə olardı? Allah qoyur. Təmiz həyat dayanardı, qardaş. Ona görə insan fikirləşməli ki, niyə baş verir bu xəyanət? Elə cəriməni yaz, başa düşdüm, cərimə elədim. Sonra, zaten bu elə belə şeydir. Kimdir buna tam tətbiq eləyən, qardaş?
Heç kim onu eləməyəcək. Bəzi insanlar belə yaşayır. Belə heç olmaz. Bir kişinin ikinci gəzəni olardı. O bəzi qadınlar belə Allah qorusun fitrəti pozulub. Deyirsən ki, bəs kişinin başqa gəzən, deyir kişi gəzəyən olar da. Kişi qıraqda saxlayar da, kişidir də. Niyə elə olmalıdır ki? Amma desən ki, kişi gedib ikinci arvad alması kəbinli, burada aləm dəyəcək bir-birdə. Şeytan necə bəzəyib subhanallah. O icazəlidir. Allahın əmri nədir? Yox, qadağan da olmaz. Kişinin bir dənə arvadı olar. Nətər bir arvadı və məşuqəsi olar, eşq yaşadığı. Amma ki, həyat yoldaşı ola bilməz. Niyə? Elə köhnə dədə-babalarımızın 2 də 3 də arvadı var idi, qardaş. Həyat öz axarı ilə gedirdi. Əsas səbəb, bax, o şeyləri araşdırmaq lazım. Niyə görə xəyanət baş verir? Niyə görə cinayət baş verir? Hamısı birinci növbədə Allahdan qorxmamaq. Allahın dinindən uzaq düşməkdir. Şeytan da işini görür.